Herkese salam. Bugünkü mövzumuz milliyyətçilik olacaq. Bunun haqqında yenə ortalama 15-20 dəqiqə, bəlkə biraz uzun ola bilər bu bölüm. Amma çalışacağam ki, 15-20 dəqiqəyə sığdırım. Bugünkü bölüm milliyyətçilik haqqındadır. Ümumiyyətlə birincisi, yəni milliyyətçiliyin zaten nə olduğunu böyük ehtimalla siz bilirsiniz. Yəni hər hansı bir milliyyətə mənsub olub, bu milliyyəti üstün görmək digərlərindən, ə, təbii müəyyən tarixi səbəblərinə görə, hər hansısa bir adət-ənənəsinə görə, yəni adət-ənənəyə bağlı olaraq, tarixə bağlı olaraq öz millətini digər millətlərdən üstün görməkdir. Bunun dərəcəsi ola bilər. Bu məsələn ən üstün dərəcə mənəm. Siz hamınız aşağıdasınız da deyə bilər. Ə, yox, mən və digərləri bir, siz bir kimi qruplaşdıra da bilər. İşte bu Aryan irqidir, nasiyososializm, kimi yəni tarixdə də olubdu, həm Hitler Almaniyasında, həm də Amerikanın özündə də vətəndaş müharibəsində də olmuşdu. Yəni bu tip düşüncələr tarix boyu olub. Məsələn Sovetlərdə olmayıbdı. Əsasən milliyyətçilik kommunizmə tərs olduğu üçün Sovet Rusiyasında milliyyətçilik olmayıb. Yəni ən azından teoriyada belədir. Amma praktikada necə olubdu? Sovetdə yaşayanlardan soruşduğunuz zaman irqçilik olduğunu deyirdilər. Yəni əsasən də rusların Azərbaycan, Gürcüstan, əsasən də Azərbaycanlılara qarşı olan irqçiliyini müsəlman olduqları üçün. Yəni ona görə belə bir şey var. Nə dərəcədə düzdür, yazılı bir mənbə bilmirəm. Sadəcə böyüklərdən eşitdiyim qədərilə belədir. Amma praktika daha doğrusu teoriyada bunun belə olmadığını biz bilirik. Yəni əsasən hətta rus milliyyətçiliyi belə daha təhlükəli idi. O da Sovet haqqında qısa bir kitab var idi. Sovet tarixin haqqında qısa tarixi deyə bir kitabdır. Yazısı yadımdan çıxdı. Nəysə. Milliyyətçilik. Milliyyətçilik ümumiyyətlə həm İslamda da yeri yoxdur milliyyətçiliyin. Çünki milliyyətçilikdən ziyadə, daha doğrusu İslamda İslam dininə mənsub olan insanların birliyi, yəni mömin və yaxud da qeyri-mömin insanların qruplaşmasıdır. Yəni İslam dininə mənsub olan insanlar və mənsub olmayan insanlar belə qruplaşır. Yəni ingilis, fransız və yaxud da nə bilim ərəb kimi milliyyətçilik yoxdur. Mənim ümumiyyətlə milliyyətçilik haqqında düşüncəm, əvvəllər milliyyətçi kimi düşüncələr var idi. Lakin biraz düşündüyümüz zaman artıq biraz məntiqsiz gəldiyini deyə bilərəm. Düzdür, bunun dərəcələri var. Bir millət təbii ki, bir insan bir öz ölkəsini, öz millətini sevə bilər. Mən demirəm ki, kimsə desin ki, Azərbaycandan nə bilim tutaq ki, İran eyni şeydir mənim üçün. Xeyr, eyni deyil. Bir insan öz ölkəsini sevə bilər, öz millətini, dilini, adət-ənənələrini, bunları sevə bilər, bunlara sadiq ola bilər. Məsələn, mən eləyəm. Amma biraz səviyyəni artırdığınız zaman, yəni biraz fanatizm dediyimiz hala gətirib çıxdığımız zaman, yəni türkdür, türkdən başqası yalandır. Ya işte nə bilim Yaponlar belədir, ingilislər belədir, almanlar belədir. Kimi bu milliyyətçilik, yəni öz milliyyətini üstün görmək. Bu məncə biraz mənasızdır. Çünki dediyim kimi milliyyətçiliyin olma səbəbi %90% tarixə dayanır. Yəni sən soruşsan ki, sən russan, deyəcək hə. Deyirsən ki, bəs səncə ruslar daha yaxşıdır? Deyəcək ki, hə. Bəs deyəsən ki, yaxşı, niyə yaxşıdır? O da deyəcək ki, çünki biz ruslar belə bir şey eləmişik, tarix boyu belə eləmişik, ilk nə bilim nə biz icad eləmişik falan filan.
Və sən soruşarsan ki, sən bunların harasındaydın? Bunlar çıxdığı zaman, bunlar olduğu zaman sən hardaydın? Böyük ehtimalle doğulmayıb heç. Yəni 1700-ün, 1600-ün Rusçasından danışır, amma sözü orada yox idi. Yəni demək istədiyim özü orada olmuyor. Sadəcə atalarının, dədə-babalarının elədiyi hər hansısa bir uğuru öz uğuruymuş kimi fəxr eləməsi. Burada da sual vermək lazımdır ki, əgər sən dədə-baban bir şey eləyib, yaxşı, afərin, gedib nəsə bir güllə dikib. O güllənin yanına sən nəsə bir bağça tikə bilmirsənmi? Sualın cavabı yox. Tikə bilməyib. Sadəcə o güllə ilə övünür. Belə baxanda əslində hamının atası bir şeylər eləyib. Hamının dədə-babası bir nəsə bir dünyaya bir qatqı sağlayıb. Yəni adi Hindistan belə məsəl üçün belə pasledni ölkə kimi sayılır da. Ora gedib baxdığınız zaman elmdə də məsələn şahmatın çıxmağı belə oradandır. Bir çox oradan ixtiralar çıxıbdı. Hazırda da yəni Hindistanda əsasən bu IT sahəsində Hindistanlılar iləridədir. Yəni bir çox Amerika şirkətləri, Avropa şirkətlərində IT işlərinə Hindistanlılar baxır. Yəni oradan demək istəyirəm ki, bu özünün eləmədiyi bir şeyi eləyir, öz fəxr eləyir. Özünü eləmədiyi bir şey. Bu şey yoxdur. Dadaş otuna yaşayanlar var. Dadaş otuna yaşayıb maşın alıb. Dadaş otuna yaşayanlara pis baxırlar. Deyirlər ki, bəs bu adam dadaş otuna yaşayıb, bu adamın maşını heç işləməyib, maşın alıbdı, biz bunu saymırıq. Yəni bu nə olsun ki, maşın alıb? Yəni siz o da öz pulunla. Hə, amma milliyyətçilik əslində eyni şeydir. Bu adam dədəsinin pulu ilə lovğalanır, belə deyək. Çünki deyir, mən dədəmin pulu var, mən də maşın almışam. İndi sən buna pis baxırsan, amma milliyyətçiliyə pis baxmırsan. Məncə ikisi də eyni məntiqdədir. Sənin atanın pulu var, gedib maşın alıb, sürürsən. Sənin də atan, nə bilim, 200 il bundan qabaq nəsə bir hər hansı işğal edib, sən ondan övünürsən ki, 200 al. Eyni şeydir. Heç bir fərqi yoxdur, mən görmürəm. Və dediyim kimi, yenə də deyirəm ki, hər atanın özü, yəni hərəyə görə öz bir keçmişi, bir nəsə bir nailiyyəti var. Yəni hər hansısa bir ölkəyə gedib də, yox, bizim heç atalarımız heç nə olmayıb, heç nə eləməyiblər. Biz elə belə gəlib getmişik, amma sizinkilər çox yaşayıb. Kaş ki elə biz də sizdən olardıq. Heç kim onu demir. Yəni hələ bu Native American dedikləri bu şeylər əsl Amerikanlar olanlar var. Yəni bu Avropalıların köçündən əvvəl yerli Amerikalılar. Yəni onlar qəbilə idi də. Yəni Amerikan gəldi, qatarca tikir, bunlar hələ ata minməyi öyrənməyiblər bunlar. Bunlar elə bir ki, yarpaqla zatla bağlanıb gəzirlər. Təsəvvür elə. Yəni arada fərq var. Ona rəğmən Amerikada hələ də bu qızıldərilidirlər də. Bu qızıldərilinin əcdadları üzərinə baxan kimi bilinir onsuz. Əcdadlar hələ də özlərini tərifləyirlər ki, bizim belə oldu. Amerika bu ağlar gəldi bizim ölkəmizi belə elədi, yoxsa biz çox qəşəng etdik. Yəni onu çox yaxşı bir şeymiş kimi qələmə verir. Və amma ağlın gətirdiyi bütün ixtiralardan da sonuna qədər istifadə edir. İndi mən biraz qəribədir açığı bu. Amma bu belədir. Hə, bir də indi təbii deyə bilərsiniz ki, ola bilsin ki, məsələn, necə ola bilsin ki, Almanla ərəb eyni deyil. Bu düzdür. Çünki hərəsinin özünün fərqli bu artıq irqçilik mövzusudur. Amma yəni hərəsində də müəyyən qədər fərqli milliyyətçi xüsusiyyətlər var. Almanların işte sarışın olmağı, nə bilim ərəblərin biraz buğday rənginə sahib olmağı və digər daxili özəlliklər məsələn Almanlar da çox dəqiqdir. Amma ərəb belə deyil. Yəni ərəb hansı görə bilərsən nadir hallarda, amma əsasən hər hansısa bir ərəb gəlib də bir dəqiqə gecikdim, üzürlü sanki. Belə bir şey deməz. 10 dəqiqə gecikər, 15 dəqiqə gecikər, onu da nəsə deyə bilər. Yəni ərəb onu demir, Alman deyə bilər. Alman üçün problem ola bilər. Yəni əgər bir ərəb sənə görüşə çağırıbsa, 10 dəqiqə gecikməyin problem deyil. Amma bir Alman üçün problemdir. Alman ona irad bildirə bilər. Yaxınçılıq səviyyəsinə görə dəyişir, amma yenə də. Yəni
bunların olmasının səbəbi də bir çox səbəbi var əslində. Mən ümumiyyətlə milliyyətçilikdən danışırdım. Yəni burada bir milliyyətin sevməyindən, yəni sən bir milliyyətə sahibsən, amma atavın elədiklərindən sənin heç bir aidiyyatın yoxdur. Və əsasən heç bir insan %100 öz belə deyək, etnik qrupuna aid deyil. Məsələn, mən türkəm, amma %100 böyük ehtimalla türk deyiləm. Əgər biz DNA testi götürsək, %100 türk çıxmayacaq ki, mümkünsüzdür zaten %100 olmağı. Digər qonşu ölkələrdən, yəni təbii ki, Meksikan çıxma ehtimalı çox aşağıdır, amma məsələn, ərəb çıxa bilərəm və yaxud da fars çıxma ehtimalım var. Yəni, az da olsa, 5% də olsa, 10% də olsa var. Demək ki, sənin qanında, nə bilim, 2% tutaq ki, nə bilim, Yahudi var. Nə bilim, 3% nə bilim, Bulqar var. Kimi var? Yəni bunlar çoxdur. Buna təbii tarixi vəziyyəti var. Bir də sənin qurşağınla əlaqəlidir, sənin ata-babanla əlaqəlidir. İnsanlar, bir çox insan öz atasını tanıyır, babasını tanıyır, babasının atasını tanıyır, amma babasının atası tanımır. Uzaq başı adını bilir. Şəkil ümumiyyətlə yoxdur. Babasının adını bilir. Yəni bunun adı falan kəs olubdur. Amma nə işlə məşğul olubdur, nə edibdir, haralı olubdur, o haqqında heç məlumat yoxdur. Getdikcə vəbsə itir artıq. Bir yerə sonra tapılmır. Çünki tarix boyu heç bir belə deyək, rekord olmadığından, hər hansı bir kağız olmadığından bu haqqda heç bir məlumat yoxdur. Hətta doğum tarixləri belə, ölüm tarixləri belə heç bəlli deyil. Və bu halda sən bilə bilmərsən ki, sən kimsən. Sadəcə olaraq deyəcək ki, mən türkəm. Bu doğulmusan, Türkiyə, mən Türkiyə, vəssalam. Yəni sən elə bir anan atan güya türkdür, sən də deyəsən türkəm və yaxud da Yahudi və ya deyəsən Yahudiyəm. Amma dərinliyi heç bilmək olmur ki, kiminkidir. Bəlkə sənin, nə bilim, belə indi misal deyək də, nənəvin nənəsinin nənəsi məsələn və kirikilən kişiylə bir yerdə olub. Sən nə bilirsən? Bəlkə bir ərinlə evlənib, sonra gəlib qonşuyla bir yerdə olub, sən əslində ərindən yox, qonşundasan, qonşular nə bilim, ərəbdir. Nə bilirsən, sənin üçün ərəb qanunu üçün sənin genet qava keçdi. Sən bu haqqında nə bilə bilərsən ki, sənin nənən belə bir şey deyib. Ya bu nənəvin nənəsi və nənəvin nənəsinin nənəsi belə uzun bir şey. Bu mümkün deyil, amma heç kim sübut edə bilməz. Görə bilmərsən ki, nənəmin nənəsinin nənəsi 3 qurşaq nənə nəsə eləyib. Yəni o cəhətdən biraz yəni bu tip şeylər də yeniliyimiz zaman təbii ki, insanlar bunu tam götürmür. Biraz diqqətə almırlar. Çünki diqqətə aldığın zaman heç kim deyər ki, belə bir şey. Birincisi, sübutlu yoxdur. Sübut olsa belə heç kim bunu qəbul eləməz. Ona görə milliyyətçilik çox da deyim ki, ölkəni sevə bilərsən, amma o haqda çox da belə, biz türkük, biz ingilisik, biz rusuq, biz beləyik. Yəni, sən bir şey eləmsən, Çin də bir şey eləyib. İngilis də bir şey eləyib. Nə bilim, Amerikan da bir şey eləyib. Hərə bir şey eləyibdir. Üstünə qoya-qoya ucuna gələrək gətirib çıxarıb. Elm belə elədir. Yəni elmdə biri bir düstur çıxardır, sonrası insan o düsturun necə işləndiyini çıxarır. Kimi artıq günümüzə gətirib, məsələn, onlar birləşdirilir, sonra bir telefon çıxardır, Amerika çıxardır məsələn. Amma telefonun çıxardılmasına istifadə olunan riyaziyyat məsəl üçün bəlkə Hindistanda, ya da Ərəbistanda istifadə olunub. Yəni tək %100 Amerika çıxartdısa, %100 Amerikanın deyil. Birləşdirib sadəcə. Səhərsi gün ola bilər telefonun ixtirasına oxşar hansısa bir ixtira eləyə bilər. Nə bilim, Yaponiya, ya da başqa bir ölkə, nə bilim. Yəni hələ ki real olsun deyə bu ölkələr adını sayıram, qalxıb da mən durub sənə burada Kambodiya deyə bilmərəm. Bəlkə iləri də deyə bilərlər. Böyləsə biraz uzun oldu, əslində uzun deyildi, 14 dəqiqədir. Bugünlük bu qədər onda. Bir sonraki podkastda görüşənə qədər.